İsraildə xına mərasiminə gedirəm bugün. Sizi də özümlə aparacağım. Və bu xına mərasimi Tel Avivdədir, başqa şəhərdədir. Mən birinci gedib rəfiqəmi makyaj eləməliyəm, evə qayıtmalıyam, özüm hazırlaşmalıyam. Və sonra da başqa bir şəhərə yola düşəcəyik. Hələ uşaqlar gələcək bağçadan, onları çimizdirmək, yedizdirmək lazımdır. İnşallah bütün bunların hamısını çatdırarıq və gecikmərik. Dur ki, izləyin qızlar, çox maraqlı olacaq. Səhifəmə abunə olun, bu videoya like qoyun. Həmçinin şəhərlərinizdə yazın görün, bu videonu bəyənirsiniz, bəyənmirsiniz. Deməli, belə çantam hazır sayılır və bu fırçaları da götürəcəm. Bunun içinə yığdım hamısını. Bu üç şey isə əlavə etməyi az qalsın, unudurdum. Evdən çıxmışam, indi gedirəm rəfiqəmgilə. Kosmetika çantamı götürdüm, açarı götürdüm, telefon götürdüm. Burada isə klopun içərisində fen var. Saçlarını burmağımı xahiş elədi. Mən sizə dedim, mən saçımı uzusunda yaxşı deyiləm. Amma əlimdən gələni edərəm. İnşallah xanım bəyənər. Əsas odur, onun xoşuna gəlsin. Mənim saçlarım isə fikir verməyin. Saçlarıma fikir verməyin. Onları evə gələndə düzəldərəm. Sadəcə olaraq istidən mənə mane olmasınlar deyə yığdım. İşıqforu gözləyək. Hələ ki qırmızı işıqdır. Yaşlı olanda keçəcəyik. Yaşlı oldu. Çanta ağırdır amma heç də yüngül deyil. Birinci istədim bütün hər şeyi yığım ki arxayın olacağım ki yadımdan çıxan heç nə olan deyil. Bütün kosmetikaları yəni. Amma sonra baxdım ki yox, ancaq mənə lazım olanları götürsəm daha yaxşı olacaq. Çünki həm çanta ağır olur, həm də ki hamısı yerləşməyə bilər. Yerləşmədi daha doğrusu. Mən indi necə keçəcəyəm? İnternetim tutmur. Qanım qaraldı. Nəysə, günümüzü körlamayaq. Mən başqa yolla gələsi oldum. Az qalıb, birazdan çatacağım. Ay, çox istidir. Mən niyə blokun işığını yandırmıram? Belə yaxşıdır. Bilirəm, mən güya blok çəkirdim, amma rəfiqəmin evində biraz gecikdim, makyajı biraz gecələdim, qızın saçlarını düzəldə bilmədim. Heyf, öz makyajım da tez bazar ancaq belə alındı, saçlarım da belə alındı. Çok pis deyil, onu bəyəndim. İndi isə gedirəm rəfiqəmin evinə, bütün qızlar oradan gedəcək. Bayaq bir qadın kompliment dedi. Çox sağ olsun. Saat 17:00-da rəfiqəmin evində olmalıydım. Daha doğrusu aşağıda, yəni binanın altında. 17:10-dur hal-hazırda. Güman edirəm ki, gecikən tək mən deyiləm. Burada xonçaları çəkirəm. Çox gözəl xonça idi, çox şirin görünür və içərisində səhv eləmirəmsə xınalar var idi. Daha sonra yoldayıq, gedirik. Yol çox uzun idi. Nəhayət ki, çatmışıq deyəsəm, bura oradır. Demə bəs bu xınada hamı ağ geyinməliymiş, dəvətnamədə yazılmışdı. Amma mən bunu nəzərimdən qaçırmışdım, xəbərim yox idi belə deyək. Və təsadüfən həmin gün ağ geyinmişdim. Bəxtim gətirdi deyə bilərəm. Burada xonçaları çəkirəm. Xonçalar hamısı çox gözəldir, amma bunlar hələ bir hissəsidir. Yəni hamısı deyil. Gözləyirik ki, bütün hamı gəlsin əllərində xonçalarla. Sonra içəriyə daxil olaq. Daha sonra başqa bir rəfiqəmin başını xarab eləyirəm ki, məni çəksin. Elə çək, belə çək. Əslində çox həvəskar deyiləm videolara poza verməyə, amma mənim vloqum olduğu üçün arada özüm də düşməliyəm. Ona görə də qız sağ olsun məni qırmır və mənim istəyimi yerinə yetirir. Daha sonra yavaş-yavaş hazırlaşırıq içəri girməyə. Bu qədər hələ ki.
bitdikdən sonra artıq mərasimi aparan iki xanım, bunlardan biri mərasimi Azərbaycan dilində aparır, digəri isə İbrit dilində aparır və elə bu xına özü də iki hissədən ibarətdir. Biri, necə deyim, Yahudi üslubunda idi, digəri isə Azərbaycan sayağı idi, yəni xına mərasimi idi. Burada masanı çəkirəm, bizim əyləşdiyimiz yerdir. Masanın üzərində gördüyünüz şamlar da yeri gəlmişkən axıra qədər yanılı qaldı, onları söndürmək olmazdı. Hətta bir qızın az qalsın saçı yanırdı. Burada yenə nəsə bir mərasim yerinə yetirilir, ayin mi deyim, deyəsən xeyir dua verirlər. Mən İbrit dilində bilmirəm, ona görə də nə danışdıqlarını bilmirəm. Amma çox güman ki, burada gəlinə xeyir dua verirlər. Biri öz anası, digəri isə gələcək həyat yoldaşının anasıdır. Belə çox maraqlı idi. Mən ilk dəfə iştirak edirdim və çox da təsirli idi sözün düzü. Siz də səhifəmə abunə olun, bu videoya like qoyun və şəhərlərinizi yazın. Axıra qədər də izləyin, çünki Azərbaycan xınası da olacaq. Birazdan yenidən rəqslər başlayır. Başlayın. Çocuklar, bir şey olsa להתחתן שיתכנס מיד לפה. מיד. יאללה. הופ. תשאירו. אנחנו ממריאים, דממים. תנו. הגענו. ידיים אחד על השנייה, חיבוק גדול. Burada boş-boş özümü niyə bu qədər çox çəkdiyimə dair heç bir fikrim yoxdur. Nəysə, bu mənim hazırladığım ilk vloqdur, ona görə ola bilər. Burada gəlirik daha sonra ən maraqlı hissəyə. Deməli, burada gəlin xəmir yoğurmalıdır. Xəmir yoğuracaq və bu xəmirlə də yəqin çörək bişirilməlidir. Belə başa düşürəm ki, çörəkdə bolluq, bərəkət, ruzi bərəkət rəmzi hesab olunur çox güman ki, ona görə məhz xəmir yoğurulur bu mərasimdə. Sonra isə gəlin qadının dediyi sözləri təkrar eləyir. Yenə əlbəttə ki, nə dediyinə dair heç bir fikrim yoxdur. O sözləri dedikdən sonra məhz suyu əlavə edəcək və xəmiri yoğurmağa başlayacaqdır. Mənim üçün inanılmaz dərəcədə maraqlı idi. Əgər sizin üçün də belədirsə, xahiş edirəm şəhərlərdə yazın ki, mən də bilmiş olum. Görüm, doğrudan da çəkdiyim vlog maraqlıdır, yoxsa yox. Daha sonra sizə öz yemək qabımı göstərəcəm. Mən ravioli, makaron və salat götürmüşdüm. Və burada ət olmazdı. Çox maraqlısı budur ki, ət olmazdı və hazırlanan bütün yeməklər hamısı pendirli, südlü, belə yəni şirniyyatlar var idi burada. Onlardan əlavədə yəni gördüyünüz kimi içkilər var, meyvələr var. Sonra mən sizə xonçaları çəkirəm. Bu oğlan evinin qız evi üçün hazırladığı xonçalardır. Qırmızı lentli olanlar. Ağ qablaşmada olan xonçalar isə qız evinin oğlan evinə hazırladığı xonçalar idi. İki mədəniyyətin birləşməsi bu həqiqətən də çox maraqlı idi. İnanılmaz dərəcədə maraqlı bir xına mərasimi idi mənim üçün. Sonra sizə nəyə çəkirəm? Bir də orada Ələddinin sehirli çırağına oxşayan bir çıraq gördüm. Bu çıraq da deməbəz xınanı qarışdırmaq üçündür. Yəni içərisinə su töküləcək. İndi də xına başlayır. Çıktıkça güzel olmuşsan 2026 yılın Eylül ayının 24. günündeyim. Yüzüne bak çiçeğim, güller açmışsın beyaz çiçeği, siyenden beyaz çiçeği. Salatın gelin, iyisin haleviden, alsın muradın gelin. Gitti oğul isterem, gitti de kız gelin. Azərbaycanın belə gözəl adət-ənənələri var ki, hər dəfə ildən ilə bu adətlər təkrar olunur. Ona görə də bugünkü məclisimizdə üzəri yandırma mərasimi olacaq, düyü tökmə mərasimi başlayacaq.
keçirik. Bu nə deməkdir? Demək ki, hamı bilir ki, bura yığışanlar gəlinimizi sevənlər onun qohum əqrabalarıdır. Üzərdiksən havasan. Sən hər dərdlərə dəvasan. Sən hansı evdə olsan, dağa bəla quvasan. Üzərdik dənər. Kehirsin sənər dənər. Gözdə görənin gözü, dildə deyənin dili, iki göz. Bugündən başlayır bir ömür yolu. Gece sen xoşbəxt olasan. Allah'ın verdiği nazı niməti seçə səni xoşbəxt olasan. Ulduzlar ələyər sədəflərini, şeytan cırıb atar qəm dəftərini, doldurun məhəbbət qədərlərini, içə səni xoşbəxt olasan. Yarı, qarı, sevənlərin cərgəsinə qoşul, ay gəlin. Amin. Yar gəlin. Amin. O qədər xoşbəxt ol ki, amin. Gəlin divarın üzərinə. Kim de pay istəyirsə, gəlinin divarın üstündən düyük payı götürə bilən özü üçün. Ruzi bərəkət rəmzidir. Verəcəyik qız anasına. Bəziləri 7 gün ölür, bəziləri şabat xatan ölür, bəziləri hər bir şey eləyirlər. Nə eləyəcəksə bu düyünü o bağımız getdiyi yerə ruzi bərəkət varsın. Oğlan anası, sol tərəfdə qız anası. Bu balaca çörəyimizi, bərəkət rəmzi olan çörəyimizi kəsəcəklər. Mən bir balaca yarışma keçirmək istəyirəm. Demək ki, bu çörəyin böyük hissəsi hansı ana tərəfə düşərsə, demək ki, o ana daha çox gedəcək gəlinin evinə yeyib içməyə. Görək kimdir o ana? Ona görə mən 1, 2, 3 deyən kimi, cıvalı olmasına, 3 deyən kimi qoparsınız. 1, 2, 3. Ay maşallah. Saat 12'ye qalır. Xına qurtardı. Çox oynamışam. Çox əylənmişəm. Kanala abunə olmağı, bu videoya like qoymağı unutmayın.